Hər vaxt xeyir olsun dəyərli traderlər. Bugün may ayının 12-sidir. Beynəlxalq maliyyə birjasında nələr baş verəcək? Yəni səhər saatlardan bildiyiniz kimi qızıl yenidən qalxdı və hər dəfə dediyimiz kimi biraz ehtiyatlı olmaq lazımdır. Nə üçün? Yəni bildiyiniz kimi cümə günü, keçən həftənin cümə günü qızıl sürətlə yuxarı doğru istiqamətinə davam etdirmək istədi, amma anidən $50 bir enişlə qarşılaşdı. Bu yenidən tankerin partlaması nəticəsində həmən qızıl sürətlə aşağı doğru istiqamətinə davam etdirdi. Yəni belə hadisələr bu dövrdə, yəni tez-tez baş verməsə də hərdən baş verir. Yəni buna görə də biraz ehtiyatlı olmalı. Bütün traderləri bu kriz vəziyyətində, müharibə vəziyyətində biraz ehtiyatlı olmağa çağırıram. Yəni biraz ehtiyatlı olun. Yəni çalışın ki, maksimum dərəcədə ehtiyatlı olun. Yəni lot psixologiyası həcminə çox üstünlük verin. Biz dünən siqnal kanalında paylaşdığımız bütün siqnallar mükəmməl nəticə verdi və bir çox siqnal kanalında qızılın satış əməliyyatlarına siqnallar paylaşmışlar. Hər biri stop lossla itki ilə nəticəndə, amma bizim kanalda biz alış əməliyyatları ilə, yəni bütün 3 take profitə biz etaplı olaraq təyin etmişdik. Hər 3 take profit mükəmməl nəticə verdi. Və bugün səhər saatlarında biz 4706'lardan paylaştığımız satış əməliyyatları take profiti 4696'lara $10 bir eniş üçün siqnalı paylaşdıq və mükəmməl nəticə verdi. Artıq siqnal kanalında və eyni zamanda Instagramda da bunu paylaşdıq. Və YouTube kanalında da siz hər gün izləyirsiniz, biz canlı olaraq göstəririk bunları. Deməli bugün yenidən əsas satışlar hardan gələcək? 4688'lərdən sonra satışlar gələcək və $20 bir enişlə nəticə. Alışlar isə günün ikinci yarısına əsasən də 4722'lərdən yuxarı formalaşması nəticəsində alışlar gələr qızılda. Amma ümumi istiqamət hələ bəlli deyil. Onun üçün də biraz ehtiyatlı olmaq lazımdır. Siqnal kanalında biz paylaşırıq. Keçək biz gümüşdə satış əməliyyatları, erkən satışlar 85-200'lərdən gəldi, əla nəticə verdi. 85'lərdən gələn satışlar da mükəmməl nəticə verdi. Alışlar günün ikinci yarısından sonra olacaq. Keçək biz Bitcoin'a nələrə baş verəcək? Yəni dünən biz Bitcoin'da da, gümüşdə də alış əməliyyatlarını paylaşmışıq. Siqnal kanalında mükəmməl nəticələr verdi. YouTube kanalında izləyə bilərsiniz. Bugün alışlar 81-400'lər, satışlar isə 81-100'lərdən. Bitcoin'də, neftə isə alışlar 109'lar, satışlar isə 106-50'lərdən gələcək. Funtun dolar rəqabətində gələn satış əməliyyatları biz artıq gəlirlə nəticələndi. Yəni 1.35-750'lərdən satış əməliyyatları vermişdi. Yəni bir 150-200 pipsli bir take profitdən nəticələndi. Euro dollarda isə satışlar 1.17-500'lər, yəni alışlar isə 1.17-700'lərdir. Nasdaq, S&P, Dow Jones və DX, yəni DAX, Nasdaq ilə S&P sürətlə yuxarı doğru istiqamətlə davam etdirir. Biz bu haqda danışmadıq, Dow Jones da, amma DAX da biraz ləngir. Yəni bu da bir müddətdən sonra bu da yuxarı doğru istiqamətlə davam edəcək. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.